Hörmətli müəllimlər və dəyərli iştirakçılar, bu gün biz xalqımızın ümumi lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək üçün toplaşmışıq. Ulu öndərin həyat yolunu, dövlətimiz üçün gördüyüm siz xidmətlərini yada salırıq. İndi isə Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəyə sükutla yad edəcək. Gülistana çevrilir yurdun kendin şehri. Güneş doğur elə bir harda çekilir adım. Dosta fəxarət gəlir gözüm kör olur yadım. Həm ilmansan, həm də günəş, süd sahanın ulduzu, qəlbimizdə müqəddəs Heydər ata, Heydər baba, İlham Təki oğlu vardır. Ömrü yolu bəxtiyardır, xalqın hər an bəxtiyardır, Heydər ata, Heydər baba. Xalqımızın fəxri şanı, xatırlayın hansı anı, dolanmayın bu dünyanı, Heydər ata, Heydər baba. Vətənini azad edən, el qədrini daim bilən, torpağını qəlbən sevən, Heydər ata, Heydər baba. Bugün Azərbaycanın ümumi lideri Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında bizə məlumat vermək istəyirəm. Heydər Əlizoğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olmuşdur. Orta təhsilini Naxçıvanda almış, daha sonra Azərbaycan Dövlət Sənaye İnstitutunda ali təhsil almışdır. Gənclik illərindən dövlət işlərində çalışaraq böyük təcrübə toplamış, uzun illər SSR Təhlükəsizlik orqanları vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilərək ölkənin sosial və iqtisadi inkişafında mühüm dönüş yaratmışdır. 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtmış və Azərbaycan Respublikasının prezidenti olmuşdur. Heydər Əliyev yalnız siyasi rəhbər deyil, həm də xeyriyyəçi bir şəxsiyyət kimi tanınır. Onun təşəbbüsü ilə uşaqların təhsilinə dəstək layihələri, aztəminatlı ailələr üçün sosial proqramlar, mədəniyyət və tarix abidələrinin bərpası kimi mühüm işlər həyata keçirilmişdir. Sonradan bu fəaliyyətlər Heydər Əliyev fondunun yaranması kimi daha da genişlənmişdir. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın möhkəmləndirilməsi, sabitliyin bərpası və ölkənin beynəlxalq aləmdə nüfuz qazanması olmuşdur. Onun rəhbərliyi ilə əsr müqaviləsi imzalanmış, ordu quruculuğu güclənmiş və ölkənin inkişaf istiqamətləri müəyyən edilmişdir. Nəticə olaraq Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş, dövlətçiliyimizin qurucusu və xalqına xidmət edən böyük bir lider olmuşdur. Diqqətinizə görə təşəkkür edirəm. Vətən oğlu, ata oldun bizəsən, ata kimi qayğımızı çəkirdir. Şair kimi həssas ilə sözəsən, danışıqda sözdən söz çəkirdir. Ölçü oldun sən arzusuna çatanda, bir əlli ot, bir əlli su olurdu. Millət rahat xumarlanıb yatanda, yuxun bir an quş yuxusu olurdu. Yurdumuzda şan şöhrətli nə varsa, yatmadığımız günlər, aylar, illərdir. Ziyarətə gəlirsən bu yollar, göz yaşlarımız məzarında güllərdir. Sənin rəmzin Azərbaycan bayrağı, baş qoymağa, can verməyə hazırım. Dan ulduzu yurdumuzun mayakı, şey də bir təsəllidir yazırım. Bugün Azərbaycan xalqının ümumi lideri Ulu öndər Heydər Əliyevin ana günüdür. 2003-cü il dekabrın 12-sində göstərilən əbədi yuman Heydər Əliyevin adı Azərbaycanın tarixi və taleyi yığılmaz fillərlə bağlıdır. Hakimiyyətdə olduğu illər ərzində xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu öndərin uzaq görən siyasəti, müdrik qərarları nəticəsində olub. Heydər Əlizoğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda tanınıb. O 1939-cu ildə Naxçıvan Pedaqoji Texnik Okulu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1964-cü ildə Dövlət Təhlükəsizlik orqanlarında işi göstərdi. Bu dövrdə təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib. General-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o Leningradda xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulunda Heydər Əliyev Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək Respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSR-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSR Ali Sovetinin deputatı, 5 il isə SSR Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katibi Mikhail Gorbaçovun yetirdiyi siyasi fənddə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istifa verib. 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSR rəhbərliyinin ikiyüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci il iyulunda Sovet İttifaqı Komünist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev sərhədində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət Amerika Birləşmiş Ştatlarının Cleveland Respublikasında müalicə olunan ümumi lider 2003-cü il dekabrın 12-də dünyasına gəlişib. Allah rəhmət eləsin. Heydər Əliyevin həyat yolu həm fərqli, həm də şərəflidir. Onun siyasi fəaliyyəti və qərarları Azərbaycanı çətin dövrlərdən çıxararaq müasir, güclü və inkişaf edən dövlətə çevirdi. Ulu öndərin qurduğu dövlətçilik şərti bu gündə yaşayır və inkişaf edir. Onun mənfur edirəm ki, Azərbaycanlı kəlamı hər birimizin qürur mənbəyidir. Gözlerinde açılır